Hər bir evdə olan sadə ərzaqlarla göbələk görkəmində qurabiyələr hazırlayırıq. Qaba 1 ədəd yumurta, yarım stəkan şəkər tozu, 1 bağlama vanil, yarım stəkan duru yağ əlavə edib çırpma teli ilə eyni kütlə olana qədər qarışdırırıq. İstifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Həmin stəkan tam yarısı ilə, yəni 100 qram şəkər tozu, 100 ml duru yağ əlavə etdik. Alınan kütlənin üzərinə öncədən ələdiyim 1 stəkan un əlavə edirəm. 1 çay qaşığı kabartma tozu da əlavə edib qarışdırırıq. Qurabiyəni hazırlayarkən istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsinə də qeyd etdim. Unu birdən-birə əlavə etmirik. 1 stəkan əlavə edib qarışdırdıq. Belə yapışqan bir kütlə alındı. Alınan kütlənin üzərinə yenidən 1 stəkanın bir qismini əlavə edirik. İndi əlimlə xəmir yoğurmağa başlayıram. Yaxşı olar ki, siz də unu az-az əlavə edəsiniz. Ola bilsin sizdə 2 stəkandan bir qədər artıq və ya bir qədər az un istifadə olunsun. Mən tam olaraq qurabiyənin xəmirində 2 stəkan undan istifadə etdim. Xəmir artıq hazırdır. Yumuşaq, gözəl bir xəmir olmalıdır. Xəmiri gözlətmədən qurabiyələrə forma verə bilərik. Xəmirdən təxminən qoz böyüklüyündə alaraq əlimizdə yuvarlayıb soba listinə yığırıq. Təxminən hər bir qurabiyə 24-25 qram olmalıdır. Hər birini eyni qaydada hazırladıqdan sonra sonda üzərinə göbələk forması veririk. Bizə lazımdır kakao və belə bir alət. Əgər bu alətdən yoxdursa, hər hansı bir dairəvi əşyadan istifadə edə bilərsiniz. Həmin əşyanı kakaoyu buladıqdan sonra qurabiyənin üzərinə yerləşdirib yüngül fırlatdıqdan sonra göbələk formasını veririk. Hər birini eyni qaydada hazırladıqdan sonra öncədən isidilmiş sobada 20-25 dəqiqə müddətində qurabiyələr bişib hazır olur. Nəzarətsiz qoymuruq, qurabiyələrin üzəri qızarmasın. Əgər dadlı, yumuşaq qurabiyənin alınmasını istəyirsinizsə, sobada çox tutmayın. O zaman rəngi qızaracaq, həm də qurabiyələr bir qədər sərt olacaq. Evdə olan az ərzaqdan istifadə edərək tez zamanda sizlər də belə ləzzətli qurabiyəni könül rahatlığı ilə hazırlaya bilərsiniz. Dəyərli izləyicilərim, belə asan, dadlı ləzzətlərdən anında xəbərdar olmaq üçün videonu bəyənib kanala abunə olmağı unutmayın.